Tamam, keçirik bugün AXC-nin xarici siyasətini və süqutunu. Bu hissəyə qədər keçdik AXC-nin yaranması və daxili siyasətini və indi isə xarici siyasət və süqutu. Xarici siyasət deyəndə təbii ki, AXC-nin qonşu dövlətlər və digər dünya dövlətləri ilə əlaqələrindən söhbət gedir. Xalq Cümhuriyyəti ümumiyyətlə qurulduğu dövrdən etibarən qonşu dövlətlərlə qısa bir zamanda iqtisadi siyasi əlaqələr qurmağa cəhd göstərmiş, eyni zamanda dünya dövlətləri ilə. Xarici siyasətdəki ilk uğurlu addımımız 18-ci ilin bilirsiniz ki 4 iyunda Batumda Osmanlı ilə müqavilə bağlandı. Batum sülh və dostluq müqaviləsinə görə Osmanlı bizi müstəqil dövlət kimi tanıyan ilk ölkə oldu, Xalq Cümhuriyyəti və eyni zamanda 4-cü bəndə əsasən, müqavilənin 4-cü bəndə əsasən bizə hərbi yardım göstərməliydi ki, bunu da göstərdi. Qafqaz İslam Ordusu adı altında ordu gəldi Gəncəni, daha sonra Bakının Gəncəyə gəldi, sonra Bakının azad olunmasında təqribən 1130 nəfər əskər və zabit şəhid verdi. Osmanlı qoşunu Xalq Cümhuriyyəti ərazisində, ölkəmizin ərazisində 18-ci ilin oktyabrın sonuna kimi qaldı. 18-ci ilin 30 oktyabr tarixində Mudros müqaviləsi bağlayır Osmanlı Antant ölkələri ilə, yəni ki, Birinci Dünya müharibəsindən çıxmaq haqqında müqavilə. Və bu müqaviləyə əsasən Osmanlı artıq bizdə hərbi qüvvə saxlaya bilməzdi və ölkəni tərk eləmək məcburiyyətində qaldı. Ermənistan ilə münasibətlərə baxsaq, 19-cu ilin noyabrında bir Tiflis sazişi var. Bunu əslində keçən dərsdə demişik, yenə də deyirik. Ermənistanla münasibətlərimiz belədir uşaqlar. May 28-də biz müstəqil ölkə olduq. Ancaq ermənilərin paytaxtı yox idi. Paytaxt eləməyə şəhərləri yox idi. Və o zaman onlar Gümrüyünü istəyirdilər. Gümrüdə isə Osmanlı qoşunu var idi. Buna görə də Ermənistan nümayəndələri bizim nümayəndə heyətinə dedilər ki, siz İrəvanı bizə verin, biz paytaxt eləyək. AXC nümayəndələri də o şərtlə razılaşdılar ki, biz İrəvanı onlara veririk. Ermənilər də bunun əvəzində Dağlıq Qarabağa, Zəngəzura, Naxçıvana bu əraziləri heç bir iddia etməyəcəklər. Və bunun müqabilində mayın 29-da İrəvan şəhəri verilir ermənilərə və Ermənistan Respublikası da yaranmış olur. Və digər bir məsələ bu idi ki, bizim Xalq Cümhuriyyəti qurucuları İrəvanın verilməsini tarixi və hərbi zərurət kimi, yəni qaçınılmaz zərurət kimi qiymətləndirirlər. Yəni qaçınılmaz bir tarixi hadisə idi bu. Noyabrındakı Tiflis sazişi nə idi ermənilərlə? O idi ki, hər iki tərəf öz qoşunlarını Zəngəzurdan çıxartmalı idi. Lakin dedik ki, keçən dərsdə biz qoşunlarımızı Zəngəzurdan çıxartdıq, ancaq ermənilər çıxartmamışdı. Ermənilər dövlət yaratdıqdan sonra da yenə də Naxçıvana, Qarabağa, Zəngəzura ərazi iddiaları edirdilər. Dağlı Respublikası ilə münasibətlər. Dağlı Respublikası haradır? İndiki Şimali Qafqaz əraziləri var, Dağıstan və s. Rusiya, indiki Rusiya yəni ərazisi. Qubadan yuxarı gedəndə Rusiya tərəf. O ərazilərdə bir Dağlı Respublikası yaranmışdır. Rusiyanın dağılmasından sonra, Rusiyada Çar hökumətinin süqutundan sonra. O Dağlı Respublikası ilə bizim əvvəlcə bir ərazi iddiası məsələsi var idi ikimizdə. Hətta Dağlı Respublikasının qoşunu gəlib Quba qəzasına qədər ərazilər tutmuşdur. Sonra danışıqlar yolu ilə o problem həll olundu. Dağlı Respublikası ilə normal biz münasibətlər qurmağa başladıq. O zamana qədər ki, Rusiyadakı General Denikin və Ağqvardiyaçılar Rusiyanın daxilindəki bir üsyan idi o. Çox geniş bir müəyyənə ehtiyac yoxdur. Gəldilər, Dağlı Respublikasına süquta uğratmışdılar. Daha doğrusu Sovet Rusiyası oradan gəlib Dağlı Respublikasını tutmuşdu. Gürcüstan ilə münasibətlərimiz. Uşaqlar, Gürcüstanla ilk vaxtlardan Borçalı, Ahalkələk, Lori əraziləri mübahisəli əraziləri idi bizimlə Gürcülər arasında. Və sonralar bu ərazilərə olan iddialar dinc yolla həll olunur. Və 19-cu ilin iyunun 16-sında AXC hökuməti ilə Gürcüstan hökuməti arasında müqavilə bağlanır. 3 illik hərbi strateji əməkdaşlıq müqaviləsi Denikin təhlükəsinə qarşı. Yenə deyirəm, Denikin kim idi? Rusiyada hakimiyyəti ələ almağa çalışan, bütöv vahid Rusiya ideyası ilə mübarizə aparan bir general idi.
Bu gürcülərlə müqaviləyə əsasən biz gürcülərə neft məhsulları və s. verəcəkdik. Gürcülərlə bizə hərbi silah-sursat verməli idilər. Qacarlar məsələsinə baxaq. Bu testdə düşə bilər. Nə mənada? Qacarlar bizi uzun müddət müstəqil dövlət kimi tanımaqdan imtina etmişlər. Hətta Çar Rusiyası dağıldıqdan sonra Qacarlar dedilər ki, Türkmənistan müqaviləsində axı Cənubi Azərbaycanı götürmüşdülər. Qacarlar iddia edilər ki, daha Rusiya yoxdur, onda Şimali Azərbaycanda bizimdir. Belə bir məsələ də var. Ancaq Qacarlarla da mümkün uyğun münasibətlər quruldu və 20-ci ilin martında müqavilə imzalandı. Və Qacar dövləti bizi de jure olaraq tanıdı. De jure. İki cür tanıma forması var. De facto və de jure. Gürcülər bizi de jure, yəni hüquqi olaraq tanımışlar. Bu sualda imtahana çox düşür. Nədir bu? Bu müqavilədən sonra deməli Təbrizdə və Tehranda müvafiq olaraq konsulluq və səfirlik fəaliyyəti başlamışdır. Bu, müstəqil Azərbaycan Respublikası ilə oxşar cəhətdir. Böyük Britaniya ilə münasibətlər. Bilirsiniz ki, 2 dəfə Britaniya qoşunu Azərbaycana gəlmişdir. Bir, Sentrokaspi diktaturası çağırmışdı, o general Deniz Steril olan. Bir də Osmanlı qoşunu Azərbaycandan çıxandan sonra bizim nümayəndələr dəvət etmişdir. General Thomson rəhbərliyi ilə gəlmişdir. Və bu İngilis qoşunları gəlirlər bizdə, sonra hökumət daxilində bir anlaşılmazlıq olur. General Thomson Xoyskini hökumət kabinetini tanımaqdan imtina edir, sonra amma tanıyır. İngilis qoşunları 19-cu ilin avqustuna qədər ölkədə qalmışdılar və bizim müstəqilliyimizin, belə desək, garanti idilər. Yəni, İngilis qoşunları nə qədər ki ölkəmizdə idi, Sovet Rusiyası bizə heç nə edə bilmirdi, digər ölkələr bizə heç nə edə bilmirdi. Ancaq 19-cu ilin avqustunda İngilis qoşunları ölkəni tərk edəndən sonra Sovet Rusiyası bizə qarşı təcavüzünü artırır. İndi gələk digər bir məsələ. Bu xarici dövlətlərimiz. Birinci Dünya müharibəsinin bitməsi ilə Parisdə sülh konfransı fəaliyyətə başladı. O Versal müqaviləsi imzalanmışdı ilk olaraq. Paris sülh konfransında Millətlər Cəmiyyəti, yəni ki, qalib dövlətlər, Birinci Dünya müharibəsinin qalib dövlətləri iştirak edirlər. Və bizim də nümayəndə heyəti ora getməli idi, getmək istəyirdi ki, Azərbaycanı dünyada tanıtsınlar. Dünya ölkələrlə müqavilələr imzalayaq, müəyyən Rusiyadan qorunmaq üçün imtiyazlar və s. Dekabrın 28-də Parisə gedəcək nümayəndə heyətinin tərkibi təsdiq olundu. Nümayəndə heyətinin rəhbəri kim idi? Topçubaşov idi. Topçubaşov rəhbər idi. Bunlar gedirlər Osmanlıya, oradan Fransaya getməli idilər. Ancaq ki, Fransa hökuməti bizim nümayəndələrə viza verilməsini gecikdirir. Və buna görə də 3 aydan sonra düşünün, gedib Parisə çatır bizim nümayəndə. Hər şey tutarmış. Və 19-cu ilin mayında artıq bizim nümayəndələr, Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti istəyir ki, Amerika prezidenti Woodrow Wilson'la görüşsün. Ancaq Amerika prezidenti bizim nümayəndə heyətini qəbul etməkdən imtina edir, qəbul etmək istəmir. Sonra mayın 28-də razı olur qəbul etməyə. Nümayəndə heyəti də gedirlər Topçubaşovun başçılığı ilə. Orada nə deyəcəklər? Biz Xalq Cümhuriyyəti filan yerdə yaranmışıq, bu ərazilər bizimdir. Amma məsələn, bu ərazilər də mübahisəlidir. Bir Gürcüstan ərazisində, sonra Rusiyaya qarşı müəyyən bizim də iddialarımız var idi. Bizimdir, biz istəyirik ki, müstəqil dövlət kimi tanıyasınız, müəyyən imtiyazlar verəsiniz və s. Bu formada. Nəhayət, uzun müzakirələrdən sonra 20-ci ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası AXC hökumətini rəsmi olaraq tanıyır. Bəli, yalnız Amerika Birləşmiş Ştatları bizi rəsmi dövlət kimi tanımır, amma Fransadır, Britaniyadır, İtaliyadır, digər Birinci Dünya müharibəsində qalib dövlətlərin hər biri bizim müstəqil dövlət kimi tanıyırlar. Və bizim burada yazmışıq, indi İtaliyanı ona görə demədim. İtaliya ilə münasibətlərimiz qalmışdı bizim. İtaliya ilə münasibətlərimiz də, onu da deyim sizə. Birinci Dünya müharibəsi bitəndən sonra Paris konfransında qalib dövlətlərin hər birinə mandat verilir. Mandat nədir? Yəni, kiçik dövlətlər üzərində himayədarlıq verilir. Və AXC üzərində bir himayədarlığı götürmüşdü İtaliya öz üzərində. Güya ki, İtaliya bizi mövcud təhlükələrdən qorumalı idi, bizi silah verməli idi, bizi dəstəkləməli idi. Ancaq ki, bunların heç biri baş tutmur. Qısacası 11 yanvar tarixində bizi de facto olaraq tanıyır. Yəni, tanımağın iki növü var. De jure
de facto. De jure hüquqi olaraq tanımadır. Yəni ki, mən səni tanıyıram ki, sən müstəqil dövlətsən, sənin ordun var, sənin ərazin var, sənin dinin var, belə. Və sənə iqtisadi siyasi əlaqələr qurur. De facto isə faktiki olaraq, yəni hal-hazırda tanıyıram. Bilirsiniz, nəyinsə müqabilində tanıyıram, keçici olaraq tanıyıram. Yəni, səni bir illik tanıyıram, amma sonra vəziyyət dəyişə də bilər, tanımaya da bilərəm. Belə başım. Yəni, de jure de factodan daha üstün tanımaq. Bizi kim de jure tanımışdır? Qazalar. De facto Paris Sübhanı Fizik. İndi, gəldik dərsimizin ikinci hissəsi, sübut hissəsinə. 1919-cu ilin avqustunda dedik ki, İngilis qoşunları bizi tərk elədi, Azərbaycanı tərk elədi. Sovet Rusiyası artıq keçdi aktiv fəaliyyətə, Azərbaycanı işğal etmək üçün. Bunun üçün ilk öncə neyini ilə böyük dövlətlər, kiçik dövlətləri işğal etmək üçün daxildə qarşı durma yaradırlar. Və 20-ci ilin fevral ayında Azərbaycanda Komünist Partiyası yaradıldı. Elə Azərbaycanlıların özlərinin rəhbərliyi elədiyi Komünist Partiyası yaradıldı. Və bu Komünist Partiyasının yaradılmasından sonra daxildə də yeni hökumət yaratmaq mümkün olmadı. 5-ci hökumətdə kim idi yaradan? Nəsibə Yusufbəyli yaratmışdı 5-ci hökuməti. 30 mart tarixində hökumət daxilindəki qarşıdurma yeni hökumətin yaradılmasına imkan vermədi. Yeni hökuməti yaratmaq tapşırıldı Hacınskiyə, ancaq Hacınski də yeni hökuməti, yeni nazirlər kabinetini belə desək, qura bilmədi. Hərə bir tərəfdən etiraz edirdi, bir tərəfdən kommunistlər, bir tərəfdən sosialistlər və s. etiraz edirdi. 20-ci ilin yanvar-mart aylarında Sovet Rusiyasının Xarici İşlər Naziri Çiçevin bizə dalbadal nota göndərdi, AXC-yə nota verdi. Birinci notada deyilirdi ki, gəlin deyir, Denikin təhlükəsinə qarşı birgə döyüşür. Yəni, o qədər məntiqsiz bir məsələdir ki, baxın, bir dənə düşünün, o boyda Rusiya, bu boyda Azərbaycana deyir ki, bizim daxilimizdə bir general üsyan edib, gəlin ona qarşı birgə döyüşək. İranın var, anlar. AXC də geri cavab verdi ki, yəni Denikin sizin daxili işinizdir, ondan bizə nə getməzsiniz döyüşdür. Normal cavab. İkinci nota daha təhdid edicidir. Deyir ki, məsələn, Denikinə qarşı birgə vuruşaq, siz nə bilim, belə elə, yəni təcavüzkar xarakterlilər, bizdən müqavilə bağlamalısınız, bizdən əlaqə qurmalısınız. Bu kimi, borcunuz. Bizim şəhərdə də görsən, cavab deşəç. Yenə də AXC hökuməti rədd cavabı verdi. İndi məsələ nədir? Sovet Rusiyası başladı bizi daxildən biraz da qızışdırmağa, qarşıdurma yaratmağa. 20-ci ilin mart ayında ermənilər Novruz bayramı günlərində ermənilər Qarabağda qiyam qaldırdılar. Başladılar dinc əhaliyə qarşı qiyamlar törətməyə və AXC bütün ordunu Rusiya ilə sərhəddən çıxardı, apardı Qarabağa ki, ermənilərin qiyamı yatırılsın. Aprelin ikisi bu testləri düşür. Əsgəran döyüşlərində və aprelin sonuna yaxın Şuşa döyüşlərində Xalq Cümhuriyyəti ordusu təbii ki, erməniləri məğlubiyyətə uğratdı. Amma məsələ nədir? Şimal sərhədimiz qalıb necə? Bomboş. Bütün şimaldakı bütün ordunu yığıb Qarabağa almışıq. Və 20-ci ilin 30-unda artıq hökumətin istefa verməsindən sonra yeni hökumət kabineti də yaratmaq mümkün olmadı və Sovet Rusiyası Azərbaycanla sərhədə qoşunlarını topladı, Yalama stansiyası ilə əməliyyata başladı və 21 apreldən 27 aprelə qədər əməliyyatı davam etdirdi. Yəni ki, qısacası Dərbənddən gəldilər, Qubadan keçdilər, Yalama stansiyasından keçərək yanvarın artıq 27-sinə kimi Bakıya çatdılar. 27 aprel tarixində Bakı işğal olundu və digər bir məsələ, bəhanə nə idi? Güya ki, Sovet Rusiyası Azərbaycandan keçməklə Osmanlıya yardıma gedirdi. Osmanlı ilə müttəfiq idi Sovet Rusiyası. Bakıya girməməli idi, məsələn, güya girməməli idi, ancaq Bakı işğal edildi. AXC sübut etdi və Azərbaycanda 28 apreldə Sovet hakimiyyəti elan edildi. İndi, məsələn, digər tərəf. Mən belə tez danışdım, amma bir şey də deyək. Sonuncu iclas keçirilir aprelin 27-si tarixində. Burada düşünülür ki, Rəsulzadənin rəhbərliyi ilə son iclas keçirilir. Burada hərə bir fikir bildirir. Sovet Rusiyasına qarşı döyüşəkmi, döyüşməyəkmi, neyniyək? Və Azərbaycan kommunistləri deyirlər ki, hakimiyyəti biz ələ götürürük, yəni Azərbaycanlılar ələ götürür. Ancaq
Rəsulzadənin rəhbərlik etdiyi iclasda həmin Kommunist Partiyasının üzərinə o şərtlər qoyulur ki, bax, birincisi, Azərbaycanın müstəqilliyinə toxunulmayacaq, xalq cümhuriyyəti qurucularına və s. toxunulmayacaq və s. bu kimi şərtlər. Və təbii ki, bu şərtlərin heç birinə əməl edilmir və xalq cümhuriyyəti qurucuları hər biri daha sonralar terror qurbanı, hərəsini bir yerdə qətlə yetirirlər. Demək olar ki, çox hissəsi. Beləcə, AXC mövzusu bitti, bu qədər. Uşaqlar bunu bir qədər. Tezcə